İzləyicilər bir daha axşamınız xeyir olsun deyirəm. Bax bu günləri ayın 20-sində Novruz bayramı. Biz bu bayramı dəyərli xeyirxah qardaşımız Asif Əmirli ilə bir stol arxasında karvanda oturmuşuq. Həqiqətən belə qardaşları Allah Azərbaycanımızdan sayını çox eləsin. Pislərimizin sayını az eləsin. O belə qardaşların sayını çox eləsin. Asif, həqiqətən səndən bir stolda oturmaq mənim üçün qürur vericidir. Dəyərli qardaşsan. Xəstə imkansızlara hər zaman başda, and olsun Allah, dəfələrlə. Yəni, yorulmadan, sevə-sevə, əziyyətlə, zəhmə, özü də imkanlı adam deyil, real deyil. Dəmirdən pul çıxardan bir qardaşdır. O əziyyətindən, o zəhmətindən, bax bu günləri bizim xəstə imkansızlarımızın yanında olan qardaşdır. Bir daha yenə də deyirəm, bayramın mübarək. Sağ ol əziz qardaş, minnətdaram, təşəkkür edirəm. Allah sənə var. Asif, bu ay 12 ayın sultanı olan Ramazan ayı bayramı, bir yandan bizim bayramımız Novruz bayramı, Çərşənbə, 3 bayram bir-birinə qarşı. Allah bu gözəl günü Azərbaycandan əksik etməsin. Sənin kimi qardaşlar da Allah əksik eləməsin. Ailündən, övladından xeyir götürəsən. Bu bayramın ürəyində nə arzular var, o arzular var. Sağ ol əziz qardaşım, çox sağ ol. Var olasın, elə səndən çox arzusundaydım, axı üzüyü gördüm. Çox sağ ol, elə mən də arzusundaydım. Lap yaxşı vaxt oldu, qəşəng oldu. Camaat bayramı evində, ancaq biz sizlə bir yerdə, sən də mən də bir-birimizin yanında oturmalı özümüzə borc bildik. Bir daha ailəmiz adından ailə özün bayramı təbrik edirəm. Çox sağ ol. Var olasan, balaların toyunda iştirak eləyək. Bizim dəyərli xeyirxah qardaşlardan dediyim kimi Asif Əmirli eşq olsun Asifə. Allah canın sağ, belə qardaşların canını sağ eləsin. Var olasın. Gecəniz xeyrə qalsın, bir daha bayramımız.